Bir Allah Həzrəti Adəmi yaratdı, ona 3 surət göstərdi. Dedi, bunlar nədir? Dedi, biri ağıldır, biri həyadır, biri dindir. Həzrəti Adəmə təklif elədi ki, nəyi seçirsən? Bizim quru müqəddəs dindarlarımız olsaydı bəziləri, deyərdi ki, dini. Həzrəti Adəm nə dedi? Dedi, ağlı seçirəm. Ağlı seçdi, ağıl gəldi Adəmə tərəf, dinlə həyada düşdü, onu da alacaq. Ağlı seçdimsə dini seçdim. Yəni, ağlı seçdim nə deməkdir? Yəni, xeyrimi seçdim. Ağıl neyini? Ağıl hesablayır. Deməli, ağıl varsa nəticə dindir. Qaçılmaz bir şeydir. O ağıl ki, insanı dinə gətirmir, ağıl deyil. Ağıl insanı öz xeyrinə dəvət edirsə, insan xeyrini düz müəyyən eləsə, görər ki, bütün xeyirlərinin, ehtiyaclarının cavabı dindir. O zaman heç bir dəyərdən, fədakarlıqdan, yəni filan şeydən söhbət getməz. Hamı deyir ki, mən sadəcə öz xeyrimi tapmışam. Və başını aşağı salıb dindarlığını eləyər. Heç kəsə də minnət qoymaz. Bu qədər ki, biz çalışırıq cəmaatın imanını düzəltmək üçün kökündən səhv izah eləyirik. Başlayırıq ki, sən fədakar filan, güya başqası məsələn öz keyfindədir, sən də nələrdənsə keçməlisən mütləq. Tamamilə yanlış yanaşmadır. Tamamilə. Əgər keyfdən söhbət gedirsə, ən böyük keyfət çatdıran vasitə dindir. Ən böyük zövqə çatdıran vasitə dindir. Məşhur hadisədə deyir ki, ya Rasulallah, bir ərəb gəlir, deyir ki, mən sizə bir çöllükdə xidmət elədim, biyabandaydınız, heç nəyiniz yox idi, mən sizə süd verdim, filan elədim. İndi olar ki, bir əvəzində bir şey istəyəm. Peyğəmbər buyurur ki, nə istəsəm verəcəm. Deyir, onu da icazə verin, fikirləşim, bu xüsusi məqamdır. İcazə verin, fikirləşim, möhlət alır Peyğəmbərdən, gedir. Bilmirəm, səhərsi gün gəlir, deyir ki, ya Rasulallah, fikirləşdim, belə bir şey istəyirəm ki, cənnətdə məni öz yanınıza aparasınız. Peyğəmbər deyir ki, de görüm, bunu özün düşündün, yoxsa kimsə sənə dedi. Deyir ki, özüm düşündüm. Deyir, necə düşündün? Ağıllıdan görür Peyğəmbər. Yanından biganə keçmir. Görüm, o düşüncə prosesi mənə izah elər. Necə bu nəticəyə gəldi? Deyir, dedim, ömürdə bir dəfə Peyğəmbər mənə deyib ki, nə istəsən verəcəm. Ömürdə bir dəfə olan şeydir. İndi mən fikirləşirəm, nə istəyim? Başladım dünyadan. Dedim, filan şey. Sonra dedim, yox, dünya